95.6, 96.5 FM-də. Azərbaycandan dünyaya. Bizi Asan Radio az saytı və ya mobil tətbiqdən dinlə. Asan Radio. Operativ, dəqiq, faydalı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi xoş gördük. Asan Radionun efirindən xoş gördük. Ona görə deyirəm ki, siz həm də bizi izləyə bilərsiniz. Asan Radionun Facebook səhifəsindən və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Suallarınızı mövzumuza dair şərh bölümünə yaza bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə və 070 65 56 100 WhatsApp nömrəmizi də ünvanlaya bilərsiniz. Bugün biz aktual kiber təhlükələr barədə danışacağıq. Proqramımızın qonağı elektron təhlükəsizlik xidmətinin maarifləndirmə və tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərovdur. Fariz mənim salamlayıram, xoş gəlmisiniz. Salam Alidə xanım, xoş gördük. Səyahət zamanı hansı kiber təhlükəsizlik tədbirlərinə riayət etməliyik? Bildiyiniz kimi hal-hazırda yay mövsümündəyik və vətəndaşlarımız kifayət qədər xaricə istirahətə, səyahətə gedirlər və bu da kiber təhlükəsizlik məsələsini ön planda tutmağı zərurət edir. Vətəndaşlar necə ki, hansı ki, belə deyək də, xaricə gedəndə müəyyən fərdi məlumatlarını sosial şəbəkələr üzərindən yayımlayırlar. Bu məlumatlar nə tip məlumatlardır? Bəzən paylaşımlarda görürük ki, xarici pasport və içərisində təyyarə bileti. Bəli. Hər nə qədər diqqətdən yayınsa belə, orada rəqəmsal iz buraxma ehtimalımız çoxdur. Burada biz bir fərdi məlumat sızdıra bilərik ki, hansı ki, bu bizim üçün kiber hücumun bir parçası ola bilər. Orada hansısa bir fərdi məlumatımızdan istifadə edərək bizə qarşı sosial mühəndislik hücumu həyata keçirə bilərlər. Buna görə də vətəndaşlara tövsiyəmiz odur ki, səyahət zamanı xarici pasportda təyyarə bileti kimi belə deyək də, məlumatların üzərində qeyd olunan məlumatlarının təhlükəsizliyi. Bəli, üzərində müəyyən informasiyalar var ki, orada hətta bizim e-poçtumuz da görsənə bilər, bəzən təyyarə biletlərinin üzərində olur. Xarici pasportun seriya nömrəsi istəmədən düşə bilər və bu məlumatlar bizə qarşı istifadə oluna bilər kiber hücum cəhdində. Digər tərəfdən hal-hazırda ölkəmizdə aktual olmasa da xarici ölkələrdə müəyyən bir hücum metodları var ki, istifadə olunan bir metodlardır. Vətəndaşlar xaricdə belə deyək də, aeroportlarda və yaxud da digər ictimai yerlərdə şarj stansiyalarından istifadə edirlər telefonun bataryasını doldurmaq üçün. Və kiberdələduzlar da təbii ki, bunun fərqindədirlər. İctimaiyyətə açıq olan yerlərdə vətəndaşların, daha doğrusu belə deyək, turistlərin çox olduğu yerlərdə saxta qurğular yerləşdirirlər. Hansı ki, o qurğular vasitəsilə telefon, bəli, şarj yuvasına daxil olduqda artıq telefondan müəyyən bir məlumatın mübadiləsi ötürülə bilər. Biz onu hiss eləməyə bilərik. Sadəcə olaraq həmin şarj stansiyalarından maksimum dərəcədə ictimai yerlərdə istifadəni çəkinməli ki, o quraşdırılsa belə biz onu hiss eləməyə bilərik. Sadəcə müəyyən bir modifikasiya olunmuş hissələrini biz görə bilərik ki, bizə hiss elətdirə bilər ki, bu həqiqətən onun bir parçasıdır, yoxsa yox. Bununla yanaşı ictimai Wi-Fi məsələsi çox aktualdır. Təbii ki, vətəndaşlarımız aeroporta eniş edən kimi müəyyən bir məlumat mübadiləsini ötürmək üçün ictimai Wi-Fi-dən istifadə edir və aeroportda da müəyyən, belə deyək, saxta Wi-Fi-lar yaradıla bilər. Wi-Fi şəbəkələri yaradıla bilər ki, eyni adlarla, misal üçün Aeroport Free, Aeroport Cafe, hansı ki, official, rəsmi Wi-Fi şəbəkəsinə uyğun bir neçə versiyada Wi-Fi şəbəkələri yaradıla bilər. Təbii ki, bunu da vətəndaş hər hansısa birini görüb free variantını, yəni belə deyək də, pulsuz ödənişsiz variantını görüb daxil olub istifadə edə bilər. Və burada da ən təhlükəli moment təbii ki, həmin o Wi-Fi şəbəkələri üzərindən maliyyə əməliyyatlarının yerinə yetirilməsi. Və biz burada həmin saxta Wi-Fi şəbəkəsi üzərindən maliyyə əməliyyatı eləsək, bank kartı məlumatlarımızı bir növ sızdırmış olarıq, yəni qarşı tərəfə ötürmüş olarıq. Buna görə də mütləq qaydada rəsmi şəxslərdən, aeroport nümayəndələrindən yaxınlaşıb dəstək istəmək lazımdır, kömək istəmək lazımdır ki, hansı belə deyək də daha doğru variantdır Wi-Fi-dan. Bununla yanaşı Bluetooth hücumları da aktivdir. İstər-istəməz biz bəzən müəyyən cihazları istifadə edəndə Bluetooth-u aktiv edirik. Demək olar ki, çox adamın telefonunda Bluetooth həmişə açıq olur. Bəli. İstər AirPods-larda, istər qulaqçıqlarda Bluetooth funksiyasından aktiv şəkildə istifadə olunur və bu da açıq olduqda
kənardan qoşulmanı tətikləyə bilər və kiberdələduz hücum cəhdi üçün istifadə edə bilər. Ona görə də lazım olmadıqca bu funksiyanı da, bununla yanaşı geolokasiya funksiyasını da çalışmaq lazımdır ki, deaktiv edək. Səyahət zamanı təhlükəsizlik tələbləri demək olar ki, bunlar idi. Yəni əsas prioritet məqamlar. Bəs bank kartlarının məlumatları ilə bağlı nə deyə bilərsiniz? Biz hər zaman kartı da özlərimizdə götürürük. Bu kartların təhlükəsizliyi ilə bağlı nəyə diqqət yetirsək daha doğru olar? Təbii ki, biz bununla bağlı istər maarifləndirici postlarımızda, istər sosial şərhlərdə dəfələrlə vurğulayırıq ki, müəyyən məlumatlar var ki, onları məxfiliyini tənzimləmək lazımdır. Bunlar hansı məlumatlardır? Bankın üzərindəki 16 rəqəmli koddur, etibarlılıq müddətidir, CV-dir. Bunlar kartın belə deyək də ana təhlükəsizlik məlumatlarıdır. Bununla yanaşı bunun paralelində digər məlumatlar da var ki, bunlar da kart məlumatlarının təhlükəsizliyində mühüm rol oynayır. Bunlar nələrdir? OTP kodları və 3D təhlükəsizlik kodları. OTP kodları açıq, belə deyək də, one time password gedir, bir dəfəlik şifrə. Bu da ki, hansı ki, istifadəçiyə məxsus bir şifrədir və bir dəfəlik verilən bir koddur. Bu kodun təhlükəsizliyini qorumaq lazımdır. Son zamanlarda kiberdələduzların əsas hücum cəhdinin məğzi o OTP kodlarını ələ keçirməkdir. Müəyyən informasiyalar artıq onlarda var, ələ keçiriblər. Hər hansısa bir phishing metodundan və ya da sosial mühəndislik metodundan ələ keçiriblər. Sadəcə OTP kod kifayətdir ki, kartdan istənilən qədər maliyyə vəsaitinin çıxarılması üçün bəs eləsin. Bununla yanaşı 3D təhlükəsizlik kodu da OTP ilə hardasa demək olar ki, eyni məğzi daşıyır. Sadəcə olaraq bu da onlayn əməliyyatlar zamanı kart sahibini təsdiqləmək üçün belə deyək, təsdiqləmə metodudur OTP, üzr istəyirəm, 3D təhlükəsizlik. Və bəzi saytlarda, bəzi platformalarda bu 3D təhlükəsizlik funksiyası yoxdur ümumiyyətlə. Yəni birbaşa kart məlumatlarını bayaq sadaladığım 16 rəqəmli kod, etibarlılıq və CV-ni daxil etməklə kartdan istənilən qədər vəsaiti çəkmək mümkündür. Sadəcə olaraq həmin platformanın belə deyək, 3D təhlükəsizlik tələbi yoxdur. Bu platformalarda etibarsız bir növ platformalarda təhlükə mənbəyidir. Buna görə də vətəndaşlara tövsiyə edirik ki, istənilən belə deyək, onlayn alış-veriş zamanı və yaxud da digər belə deyək, şəxsi istifadə üçün hansısa bir xidmətin alışı zamanı rəsmi platformalara, etibarlı platformalara müraciət eləsinlər. Hansı ki, orada 3D təhlükəsizlik tələbi var, OTP tələbi var və digər tələblər mövcuddur. Bununla yanaşı kart məlumatlarının bir məsələni də toxunmaq istəyirdim. Brauzerlərdə və veb saytlarda kart məlumatlarının birbaşa avtofil, yəni doldurulması. Yəni hər hansısa bir əməliyyatı yerinə yetirərkən artıq kart məlumatları bəli, yadda saxlama funksiyası, yəni birbaşa daxil edirik ki, təkrar cəhd olmasın, rahat olsun bizim üçün. Bu da bir növ risk mənbəyidir, çünki hər hansısa bir belə deyək, zərərli proqramın cihazımıza yoluxması zamanı və yaxud da hər hansısa bir phishing cəhdi zamanı kart məlumatlarımız ələ keçirilə bilər. Buna görə də çalışmalıyıq ki, brauzerlərdə və veb saytlarda kart məlumatlarımızı yadda saxlamayaq. Aydındır. 2025-ci ilin bəs aktual kiber dələduzluq halları hansılardır? Nəzərə alsaq ki, bugün artıq iyunun 30-udur, biz ili tam ortalamışıq. Bugünə qədər hansı kiber dələduzluq halları üstünlük təşkil edib? Çox gözəl bir mövzuya toxundunuz Alidə xanım. Belə deyək də, dələduzluq metodları əvvəlki illərə nisbətən yenə də eyni metodlar olduğu kimi qalır. Sadəcə olaraq bəzi metodlar var ki, artıq onlar təkmilləşib. Əvvəl kiberdələduzlar sadə phishing mesajları üzərindən hücumları cəhd edirlərsə, artıq vətəndaşın müəyyən informasiyalarını əldə edib sosial mühəndislik metodu ilə bunu harmonizasiya edib vətəndaşa hücum cəhdi həyata keçirir. Bu hücum cəhdlərindən mən biri barədə danışmaq istəyirəm. Infostealerlar, bunlar məlumat oğurlayan zərərli proqramlar deyirik bunlara. Bəzən hər hansısa bir ödənişsiz bir faylı və yaxud da bu musiqi faylı da ola bilər və yaxud da bir belə deyək, PDF fayl da ola bilər. İnternetdən girib ödənişsiz yüklədikdə biz özümüz də bilmədən arxada bir zərərli bir proqramı yükləmişik. Bəli. Bizə ilk belə deyək, axtarış sistemində ön planda çıxa bilər. Bizə cəlb eləmək üçün sponsoru belə deyək, AdSense-in sponsoru xidmətindən istifadə edib üst planda çıxar və manipulyasiya ilə biz bunu rəsmi mənbə kimi qəbul edib yükləyə bilərik. Və bu da yükləndikdə təbii ki, arxada bir zərərverici proqram yüklənəcək və sizin o zərərverici proqramı necə işləməyi barədə heç bir məlumatınız olmayacaq. Sadəcə arxa planda işləyib datanı ötürəcək, məlumatı ötürəcək. Digər tərəfdən 2025-in aktual dələduzluqları içərisində təbii ki, bank kartı məlumatlarının sorğulanmasıdır. Bu da ki, vətəndaşları yenə də istər bank qurumları olsun, digər hüquq mühafizə orqanları və yaxud da dövlət qurumlarının adından zənglər edilərək fərdi məlumatlarının sorğulanması istənilir və
hər hansısa bir bankın, belə deyək də, X bir bankın kiber təhlükəsizlik şöbəsinin əməkdaşı kimi və yaxud da informasiya təhlükəsizlik şöbəsinin əməkdaşı kimi özlərini təqdim edərək müəyyən məlumatlar tələb olunur. Bununla yanaşı əvvəlki illərdə də aktual olan investisiya dələduzluğudur, hansı ki yatırım et, müəyyən miqdarda qazanc əldə elə. Burada da təbii ki bizim bir sıra dövlət orqanlarının, Azərbaycan Dövlət Neft Şirkətinin, SOCAR şirkətinin adından geniş miqyasda istifadə olunurdu. Onun belə deyək loqolarından, vizuallarından istifadə olunaraq investisiya et, yatırım daha doğrusu qazanc əldə et. Digər tərəfdən Nazirliyimizin qurumu Azərpoçt adından geniş miqyasda dələduzluq halları baş verir. Bu dələduzluq halları hal-hazırda 2 istiqamətdə baş verir. Birinci istiqamət odur ki, bağlamanız qalıb, poçtun anbarında müəyyən bir fərdi məlumatlarınızı yenilənməsi tələb olunur. Zəhmət olmasa linkə daxil olun, məlumatları yeniləyin. Bu sadə bir phishing metodudur. Digər tərəfdən isə elan platformalarında məhsul yerləşdirən vətəndaşlara mesajlar göndərilir, güya məhsul almaq istəyi bildirilir orada və orada da saxta Azərpoçt linkləri yerləşdirilir və orada kart məlumatları daxil etmək tələb olunur. Hansı ki vətəndaş bu kart məlumatlarını daxil etsə məhsulun ödənişini alacaq. Əsasən bu üsullardan istifadə olunur. Bir də aktual olan dələduzluq metodu asan qazanc və tapşırıqla pul qazanma tələləridir. Bu metodda vətəndaşların ən çox üzləşdiyi kiberdələduzluq hallarıdır. Evdə oturaraq. Bəli, evdə oturaraq asan tapşırıqlarla çox sadə tapşırıqlar təklif olunur. Hər hansısa bir məhsulu bəyənmə və yaxud da paylaşma, screenshotu göndərmə və bunun müqabilində də müəyyən miqdarda vəsaitin əldə olunması. Təbii ki, ilk növbədə vətəndaşa şirinlikləndirici məqsədlə müəyyən miqdarda məbləğin ödənişi təklif olunur. Daha sonra böyük məbləğlərin qazancı əldə olunması üçün böyük məbləğlərin yatırılması tələb edilir. Aydındır, təşəkkür edirəm Fariz bəy. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafa və bugün aktual kiber təhlükələr barədə danışırıq. Proqramın qonağı elektron təhlükəsizlik xidmətinin maarifləndirmə və tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərovdur. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Omid mağazalarından möhtəşəm fürsətlər. Neohot soyuducu həcmi 468 litr olan 679 manat. Neohot paltar yuyan 7 kiloqramlıq cəmi 461 manata. Omid xeyirli alış-verişlər. Telefon 890. Asan Radio'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Təbiətin harmoniyası, dənizin mənzərəsi, müasirliyin estetikası, yüksək zövqün incə toxunuşları. Uğurlusan, fərqlisən, seçilirsən. Addımla, sənə yaraşan həyata, inamla addımla. Bizimlə addımla. Şıxov Premium villaları sadəcə villa deyil, bir həyat tərzidir. Divarlardan bərk tutur, ondan qopmaq olmur. Təmirdə əldən tutur, Seramax'tan qopmaq olmur. Keramikanız istər kiçik, istər böyük olsun. İstər qranit, istər mərmər olsun. Seramax'ta ehtiyaca görə bir yapışdırıcı mütləq var. Yapışma gücü deyil sürpriz. Qarışdır, qarışdır elə mix. Mr. Fix'də yoxdur risk. Mr. Fix'də yoxdur risk. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241.
Toyota sahibləri üçün möhtəşəm fürsət. Sevimli avtomobilinizin qayğısına qalmaq üçün Toyota'nın mövsümi endirim kampaniyası başladı. İyun ayı boyunca akkumulyatorlara 15% indirim. Avtomobilinizin gücünü artırın və hər səfərinizdən zövq alın. Daha ətraflı məlumat üçün rəsmi Toyota dillerləri, Toyota Bakı mərkəzi, Toyota Abşeron mərkəzi və Toyota Gəncə mərkəzi ilə əlaqə saxlayın. Sibrizdə bütün ailə üçün əyləncə imkanları, hər zövqə uyğun daşınmaz əmlak növləri və dənizin kənarında mükəmməl infrastruktur sizi gözləyir. Bu siyahını Sibriz tərəfindən təklif olunan fürsətlər tamamlayır. Məsələn, əlverişli ipoteka imkanı. Sibrizdə mənzil sahibi olmaq üçün 15% ilkin ödəniş etmək yetərlidir. Ödənişin ümumi məbləğini isə 10 ilə bölərək ödəyə bilərsiniz. Ətraflı məlumat üçün 840. Keyfiyyət həm də büdcəyə qənaət etməlidir. Digər çay qutuları betadan uzun olsa da, çəkisinə görə beta çayı daha ağır gəlir. Çay alanda keyfiyyətlə yanaşı, mütləq çəkisinə də fikir verin. Deluxe Residence Elmlər kompleksi 2 mərtəbəli yeraltı dayanacaq, resepsiyon qarşılama xidməti, qapalı hovuz, spa və fitness mərkəzi. Bir sözlə prestijli həyatınız və rahatlığınız üçün inşa edirik. Telefon 050 259 62 62 www.deluxeresidence.az. Asan Radyo'da reklam 050 60 06 100. İnsanı xoşbəxt edən nədir? Uğurlu insan kimdir? İnkişafın açarı hardadır? Pulu necə idarə edək? Stresli həyatdan necə xilas olaq? Ailəni ayaqda saxlayan nədir? Bu və digər sualların cavabını Asan Statusda axtarırıq. Aparıcı ekspert mənəm, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub. Hər cümə axşamı 17:10-da Asan Radio və TV-də. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafa və aktual kibertəhlükələr barədə danışırıq. Bugün proqramımızın qonağı elektron təhlükəsizlik xidmətinin maarifləndirmə və tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərovdur. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Nazirliyin və radionun Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Oradan mövzuya dair suallarınızı da ünvanlaya bilərsiniz. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə və 070 65 56 100 WhatsApp nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Növbəti sualım QR kod phishing nədir və bu necə baş verir? Çox maraqlı bir mövzuya toxundunuz. Bu da son zamanlarda aktual olan bir kiberdələduzluq metodudur. Əsasən ictimai yerlərdə, məkanlarda, restoranlarda, kafelərdə və yaxud da vətəndaşların daha çox belə deyək də olduğu yerlərdə, dayanacaqlarda, hublarda istifadə olunan belə deyək də saxta QR kodlar vasitəsilə baş verir. Kiberdələduzlar əsasən burada cəzb edici rəngli QR kodlardan istifadə edirlər və üzərinə skammi yazısı yazırlar. Yəni məni oxutdur, görək nə çıxır içərisindən. Və təbii ki, vətəndaşa da maraqlı gəlir bu QR kod nədir belə. Daxil olduqdan sonra müəyyən saxta Telegram səhifələrinə yönləndirilir vətəndaşlar və burada vətəndaşlara müxtəlif iş vədləri və yaxud da hər hansısa bir kampaniyada iştirak və yaxud da hədiyyə vədi təklif olunur. Təbii ki, müəyyən informasiyalar daxil elədikdən sonra vətəndaşdan kart məlumatları istənilir, kampaniyada iştirak üçün və yaxud da digər belə deyək də fərdi məlumatlar da ola bilər. Bu telefon nömrəsi və yaxud e-poçt bu məlumatlar istənilərək həmin prosesə vətəndaşlar cəlb olunur. Buna görə də vətəndaşlara tövsiyə edir ki, yəni hər QR koda etibar eləməsinlər və QR kodu skan edərkən yönləndirilən səhifənin linkin keçidini mütləq qaydada nəzər yetirsinlər ki, rəsmidir yoxsa qeyri-rəsmidir bu saytlar, platformalar. Aydındır. Bəs tanınmış mağazalar şəbəkəsinin adından olan saxta kampaniyalar barədə nə deyə bilərsiniz? Bu hallar da çox tez-tez rast gəlinən haldır. Bəli, hal-hazırda da rast gəlinir. Yəni belə demək olar ki, bəlkə də bizim burada olduğumuz müddətdə də bu kampaniya davam edir. Yəni sosial şəbəkələrdə kiberdələduzların belə deyək də müəyyən bir periodu var ki, hansı ki kampaniyaların aktiv olduğu mövsümün əvvəli müəyyən şirkətlər, müəyyən brendlər, tanınmış mağazalar, kampaniyalar həyata keçirirlər. Təbii ki, kiberdələduzlar da bunun fərqində olurlar və həmin kampaniyalar başlayırlar saxtalaşdırmağa. Bu necə baş verir? İlk növbədə
həmin şirkətin, həmin brendin adına uyğun sosial şəbəkə hesabı yaradılır və saxta istifadəçi belə deyək də izləyicilərlə, followerlərlə və saxta rəylərlə həmin səhifəni bəzəyirlər, hansı ki real görünməsi üçün. Və həmin səhifələrin də belə ümumi nəzər yetirdiyi kifayət qədər izləyicisi olur, çünki saxta panel vurulmuş səhifələrdir və istər-istəməz vətəndaşların diqqətini cəlb eləyir. Həmin səhifələr axtarışda ya ikinci, üçüncü sırada, ön planda olur deyə vətəndaşlar istər-istəməz daxil olurlar. Və kiberdələduzlar da təbii ki, çəkinmirlər. Həmin şirkətin, həmin brendin bütün kampaniyalarını o səhifədə yayımlayırlar. Bəs vətəndaşların qabağına digər alternativ formada bu necə çıxır? Həmin platformanın sponsorlu belə deyək də dəstək xidmətindən istifadə edərək müəyyən cəzbedici başlıqlarla, misal üçün ən ucuz tutalım 200 manat endirimlə filan məhsul belə başlıqlarla paylaşırlar, vətəndaşların diqqətini cəlb edir. Aydındır. Bəs süni intellektin kiber hücumlarda rolu nə yerdədir bu gün? Süni intellekt hal-hazırda belə deyək də dövrümüzün böyük bir tələbidir. Hətta mənim özüm belə vaxtaşırı süni intellektdən çox istifadə edirəm. Sadəcə olaraq süni intellekt belə deyək həlləri çoxdur. Hal-hazırda internetdə biz axtarsaq kifayət qədər süni intellekt həlli mövcuddur. Bəzən vətəndaşlar free olmağına görə, yəni pulsuz olmağına görə, ödənişsiz olmağına görə bəzi həllərə qaçırlar, süni intellekt həllərinə qaçırlar. Buna görə də tövsiyə edirik ki, etibarlı həllərə üstünlük versinlər. Çünki həmin platformalarda istifadəçi məxfiliyi tam o dərəcədə tənzimlənmir. Etibarlı platformalar istifadəçilərə birinci istifadəçi razılaşması təklif eləyir və həmin razılaşma içərisində də sizin hansı fərdi məlumatlarınız qarşı tərəfə ötürülür, nə məqsədlərlə istifadə olunur, hamısı orada qeyd olunur. Digər tərəfdən süni intellektin kiber hücumlarda rolu barədə onu qeyd edə bilərik ki, son zamanlar aktual olan bir kiber hücum metodu var. Colorado spoofing və süni intellektlə bir yerdə həyata keçirilən kiberdələduzluq metodu. Bu metod necə işləyir? Birinci, ilk növbədə zənglər saxtalaşdırılır. Müəyyən xarici nömrələr üzərindən zənglər saxtalaşdırılaraq yerli nömrələr kimi təqdim olunur və bununla yanaşı hər hansı bir yaxınınızın adından səsindən daha doğrusu istifadə edilərək vətəndaşdan müəyyən bir maliyyə sorğusu tələb olunur. Hər hansısa bir qəza situasiyası və yaxud da xəstəxanadayam, başıma bir hadisə gəlib, zəhmət olmasa mənə təcili pul göndər. Təbii ki, səsi də eyni oxşar görən vətəndaş bu hala aldanmış olur və bu dələduzluq metodu ilə üzləşmiş olur. Buna görə də ilk növbədə vətəndaşlara tövsiyəmiz odur ki, yəni kiberdələduzluq hallarının aktual olduğunu da nəzərə alaraq ani təşvişə qapılaraq heç bir zaman qərar verməsinlər. Xüsusilə maliyyə sorğuları zamanı birbaşa fərdi məlumatları qarşı tərəfə ötürməsinlər və alternativ vasitələrlə, digər vasitələrlə qarşı tərəfin kimliyini mütləq qaydada doğrulasınlar. Bəs elektron təhlükəsizlik xidməti olaraq siz son zamanlar bu kiber təhlükəsizlik istiqamətində hansı işlər görmüsünüz kiber təhlükələrə qarşı? Kiber təhlükəsizlik istiqamətində ümumi mən məsələyə toxunmaq istərdim. Bildiyiniz kimi 12 may 2025-ci ildə Cənab Prezidentin sərəncamı əsasında informasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyasının yaradılması haqqında sərəncama müvafiq dəyişikliklər edildi və həmin sərəncamda komissiyanın sədri olaraq Cənab Nazirimiz Rəşad Nəbiyev təyin edildi və komissiyanın üzvləri sırasında isə elektron təhlükəsizlik xidməti də vardı və komissiyanın fəaliyyət istiqamətinə uyğun olaraq həmçinin etiqan səlahiyyətləri çərçivəsində müəyyən tədbirlərin, seminarların, təlimlərin təşkil olunması həyata keçirildi və bu proses növbəti belə deyək üzümüzə gələn aylarda da, üzümüzə gələn müddətdə də davam edəcək. Digər tərəfdən elektron təhlükəsizlik xidmətinin tərəfindən beynəlxalq əməkdaşlığa da xüsusi önəm verilir. Çünki xarici ölkələrin təcrübələri hər zaman bizim üçün maraqlı olmuşdur. Buna görə də Türkiyə, Özbəkistan, Polşa, Macarıstan, Finlandiya və Sinqapur, Yaponiya kimi ölkələrin müvafiq aidiyyatı qurumları ilə qarşılıqlı təcrübə və bilik mübadiləsi aparılır və əməkdaşlıq imkanları dəyərləndirilir və anlaşma memorandumunun imzalanması istiqamətində işlər həyata keçirilir. Bununla yanaşı onu da qeyd etmək istərdim ki, bu yaxın müddətdə Finlandiyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi ilə birlikdə onlayn workshop təşkil olundu və həmin workshopda maarifləndirmə istiqamətində atılan addımlar və onların nəticələri barədə geniş müzakirələr aparıldı. Həmçinin əməkdaşlıq imkanları, qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirildi.
Aydındır. Hal-hazırda bəs maarifləndirmə istiqamətində hansı addımlar atılır bu gün? Maarifləndirmə istiqamətlərimiz təbii ki, geniş arealda davam eləyir. Metro, hub, avtobus dayanacaqları, nəqliyyat mübadilə mərkəzləri, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda maarifləndirici vizuallarımız yayımlanır. Bununla yanaşı Azərpoçtun bir sıra poçt filiallarında bizim maarifləndirici vizuallarımız yayımlanır. Bu yaxın müddətdə outdoorlara, çöl banerlərinə çıxmağı planlaşdırırıq. Əsasən vətəndaşların daha sıx olduğu belə deyək də yerlərə üstünlük verməyə çalışırıq. Təbii ki, maarifləndirmə vizuallarında da əsasən gündəmin aktual olan mövzularına toxunuruq. Hansı ki, aktual hadisələr nə üzərindən baş verir? Bankartı məlumatlarının oğurlanması və yaxud da son dövrlərdə baş verən və yaxud az öncə qeyd etdiyim süni intellekt vasitəsilə həyata keçirilən hücum cəhdləri. Digər tərəfdən sosial şəbəkələrdə də paylaşımlarımız aktiv olaraq həyata keçirilir. Bu yaxınlarda məşhur bir blogerimiz ilə bir layihə icra elədik. Elə məhz bu az öncə qeyd etdiyim bu süni intellektlə səs dəyişdirilməsi mövzusu ilə əlaqədar çox maraqlı bir layihə oldu. Geniş bir izləyici kütləsinə çatdı. Digər tərəfdən də ki, təbii ki, dövlət və özəl qurumlarla birlikdə maarifləndirmə tədbirlərimiz də ki, paralel olaraq davam edir. Bildiyiniz kimi, hal-hazırda məktəblər və universitetlər artıq bağlanıb və buna görə də bu istiqamətdə maarifləndirmə tədbirləri artıq sentyabr ayının əvvəlindən, belə deyək də, sentyabr ayının ortasından oktyabr ayı üzrə paralel olaraq davam edəcək. Ümumiyyətlə, özümə maraqlıdır soruşuram. Bizim ölkədə daha çox kiber hücumlar daxildən olur, yoxsa xaricdən? Onu açıqlamalarsa? Bu belə deyək, əsasən faiz nisbəti ilə götürsək, məncə daha çox, xaricdən daha çox hücumlar həyata keçirilir. Çünki daha rahat olur iz itirmək, bunun arxasınca düşmək, müəyyən qədər resurs tələb eləyir, müəyyən dövlət orqanları tərəfindən də və tapılması da müəyyən qədər çətinləşir. Əsasən belə deyək də, hücumlar müəyyən Avropa ölkələrindən, digər Amerikadan və yaxud da xüsusi qruplaşmalar var ki, onları tərəfindən biz bunlara ipti qruplar deyirik, yəni qabaqcıl davamlı təhdid qrupları. Kiber hücumlar əsasən bu istiqamətdə, bu arealda davam edir. Aydındır. Bəs vətəndaşlar elektron təhlükəsizlik xidmətinə daha çox hansı hallarla bağlı müraciət edir? Yəni elektron təhlükəsizlik xidmətinin hansı işləri gördüyündən kifayət qədər məlumatlıdırlarmı? Bir də ki, sizin çağrı mərkəzi yaxud digər əlaqə vasitələri varsa, bunu bizim dinləyicilərlə də bölüşmənizi xahiş edəcəm. Təbii ki, vətəndaşlar bizə əsasən fəaliyyət istiqamətimizi demək olar ki, müəyyən dərəcədə bilirlər. Sadəcə olaraq müəyyən belə deyək də məlumat çatışmazlığı var ki, hansı ki, onları biz vətəndaşlar birbaşa ötürürük. Əsasən kiberdələduzluq halları, kiber insident halları, hər hansısa sosial şəbəkədə yaranmış bir problemi ilə əlaqədar bizlərə müraciət eləyirlər. Adından yaradılmış saxta profil və yaxud da... Bu halda siz kömək edirsiniz? Təbii ki, müvafiq metodiki dəstəyi biz ona göstəririk, vətəndaşa müraciət qaydasını izah edirik, müvafiq linklər göndəririk ki, hansı ki, həmin sosial şəbəkə inzibatçısına, supportuna, dəstəyinə müraciət eləsinlər. Sadəcə olaraq burada artıq vətəndaşın üzərinə yük düşür ki, həmin müraciət qaydasını normal şəkildə doldursun. Yəni, bizim əsas prioritetimiz metodiki dəstəyi göstərmək və qalan digər məsələlər isə artıq sosial şəbəkə inzibatçısı ilə vətəndaşın arasında olan belə deyək, məlumat mübadiləsində həyata keçirilir. Vətəndaşların əsas bizə digər müraciət etdiyi istiqamətlərdən biri maliyyə vəsaitinin oğurlanması halları ilə bağlı vətəndaşlar bizə müraciət edirlər. Artıq belə deyək də baş vermiş hadisədən sonra müraciət edirlər ki, bəs mənim müəyyən miqdarda pullarım oğurlanıb, bunu necə geri qaytara bilərəm? Təbii ki, bu bizim belə deyək, fəaliyyət istiqamətimizdə daxil olmayan bir məsələdir. Əsasən bu istiqamətdə hüquq mühafizə orqanları bu istiqamətdə vətəndaşlara dəstək olmağa çalışır. Vətəndaşlara isə təbii ki, tövsiyəmiz odur ki, hər zaman fərdi məlumatlarının təhlükəsizliyinə diqqət yetirsinlər ki, bu cür hallar baş verməsin və məyusluq hissi yaranmasın. Qaynar xəttimiz isə bu haqqda məlumat vermək istəyirdim. Vətəndaşlar elektron təhlükəsizlik xidmətinə 1654 qaynar xətti vasitəsilə, həmçinin e-poçtumuz üzərindən info@cert.az hərfi ilə cert.az ünvanına müraciətlərini ünvanlaya bilərlər. Sadəcə olaraq müraciəti ətraflı şəkildə qeyd etmək tələb olunur. Fariz bəy, təşəkkür edirəm. Bizim vətəndaşlara, dinləyicilərimizə qaranlıq qalan məqamlara aydınlıq gətirdiniz və dəyərli vaxtınızı ayırıb verilişə gəldiniz. Çox sağ olun, mən də təşəkkürümü bildirirəm növbəti görüşlərdə, inşallah.
Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugün aktual kiber təhlükələr barədə danışdıq. Proqramın qonağı elektron təhlükəsizlik xidmətinin maarifləndirmə və tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərov idi. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Toyota Azərbaycan və Asan Radio təqdim edir.